Salam kızlar. Kızlar sizin için asan hazırlanan dadlı yemek resepti deyirəm. Kələm qovurmasıdır. Kərə yağında əvvəlcə soğanları xırda doğrayıb qovurmuşam. Soğanını bol götürdükdə daha dadlı olur. Sonra yumuşaq kələmi xırda doğrayıb soğanın üzərinə əlavə edirəm. Pomidor, markov varsa markov, yəni yer kökü. Bir də şirin biber əlavə eləmişəm. Duz, istiyot vurmuşam. Belə qəşəng qovrulubdur. Tam suyu çəkilib yağa düşəndən sonra üzərinə göyərti də əlavə edəcəm. Kişniş, süd, biraz da petruşka. Sonra yumurta da vuracağım. İstəyən yumurta vurmaya da bilər. Həm diyetik yemək kimidir, həm də çox dadlıdır. Əsl yay yeməyi. Salam kızlar. Kızlar sizin için asan hazırlanan dadlı yemek resepti deyirəm. Kələm qovurmasıdır. Kərə yağında əvvəlcə soğanları xırda doğrayıb qovurmuşam. Soğanını bol götürdükdə daha dadlı olur. Sonra yumuşaq kələmi xırda doğrayıb soğanın üzərinə əlavə edirəm. Pomidor, markov varsa markov, yəni yer kökü. Bir də şirin biber əlavə eləmişəm. Duz, istiyot.